İyi günler diliyorum. Bugün Gence'den Nizami Anıtı'nın müdüresi Gülnara Hanım'la orada yapılan etkinlikler hakkında bir söyleşi yapmak istedik. Gülnara Hanım hoş geldiniz. Bugün orada neler Hoş yaptınız? gördük hocam. Bize neler söylemek istersiniz? Gəncə Dövlət Kültür Rezerv Bakanlığı Rezerv şöbəsindən Aynilə Nizami Gəncəvi Türbəsinin mən şöbə başqanı olaraq bizim qədim əski adət-ənənələrimizdə belə bir şey var ki, Novruz bayramı gəlmədən öncə bizdə çərşənbələr olur, yəni cəmrələr. Və çərşənbə bayramları Novruzun gəlişini biz kutluyorduq. Keçəl, Kosa və Nizami Gəncədə. Və adət-ənənə var ki, törəndən öncə tonqal yandırılır ki, tonqalda insanların keçmişdə olan nə qədər arzuları çatmadığı, belə bir dərdləri, qüssələri, qəmləri, çilələri varsa, hamısı tonqalda yansın. Və tonqalı yandırıldı və sonra tonqalın ətrafında bizim bədii tərəfdən törənlərimiz Novruz adət-ənənələrinə uyğun olaraq Novruz bayramı şənliyimiz oldu. Bugün yaptığınız Aynilə o etkinlikler. törəndə iştirak edənlərimiz də oldu. Gəncə uşaq yəni Gəncə Uşaq Evinin iştirakçıları oldu. Gəncə Bakanlığının insanları orada oldular. Gəncə Universitet tələbələri burada oldu. Yəni hansı uşaqlar ki, orada yəni Evet. xüsusi qayğıya ehtiyac olan uşaqlar, çocuklar orada oldular. İştirak elədilər. Əsasən onlar bizim üçün daha gözəl idi ki, onlar bayram şənliyini görməli idilər. Ya bugün yaptığınız etkinlikler Nevruz Bayramı'nın öncesi mi? Yani bu Çerşembe dediğimiz bugün Ahır Novruz Çerşembe mi bayramından başladı? öncə çərşənbələrin arası mı? Ahır Evet, Çerşembe değil çərşənbələr mi? Son başlamış. çarşamba. İlk çərşənbə olur. Bizim öncə olur su çərşənbəsi, o çərşənbəsi, yel çərşənbəsi və sonunda torpaq çərşənbəsi. Torpaq isinir və yeşilləşmə başlayır. Torpaq çərşənbəsindən öncə biz bu törəni başladıq ki, yəni torpaq çərşənbəsi olacaq və sonra Novruz bayramı başlayacaqdır. Novruzun gəlişini, yəni Novruz bayramının gəlişini müsəlman dini adətinə uyğun olaraq kutlamaqdır. E, Güler Hanım, Nevruz Bayramı'nda kaç gün tatilsiniz siz? Resmi tatil olarak. Bizdə rəsmi tətil olaraq bu ay, ayın 20-sindən 4-cü ayın aprel ayının 1-nə qədər 11 gün bizə tatil olacaq. 11 gün Nevruz Bayramı'nın tatili değil mi? 11 gün. Evet. Peki bu 11 gün Evet. boyunca hep böyle şenlikler, kutlamalar yapılıyor mu? Hər bir təşkilatda yapılıyor. Aynı bir təşkilatda yox. Başqa-başqa təşkilatlar hər gün davamlı olaraq hər sırası ilə hər bir təşkilatlar olur. Və eynilə Şəhər Bakanlığı da 18-19-u böyük şəhərdə böyük bir şəhər tədbiri Bu olacaqdır. Yəni adette bizim əsas yeni il bayramımızdır. Müsəlman ədətinin yeni il bayramıdır. Nevruz Bayramı yeni yılın bayramı şeklinde diyorsunuz. Yeni ilin girişidir ki, torpaqların oyanması, insanların üçün ətrafın, yaşıllıkların, hər bir insanın, yəni toprağın oyanışı. Bizim İnsanlar burada toprağın oyanışını belə yəni qarşılayırlar ki, torpağın oyanması və keçən ildə nə qədər pis günlərimiz varsa, həbsi tonqalda keçsin. Aynı ilə hər bir çərşənbədə tonqal yandırılır. Su çərşənbəsində də, yel çərşənbəsində də, aynı ilə bütün çərşənbələrin hamısında tonqal və aynı ilə Novruz bayramında da tonqalımız olur anladım. Anladım. bizdə. Şimdi bizdə axırıncı çərşənbəmiz gələn həftənin salı günüdür. Torpaq çərşənbəsi. Və torpaq çərşənbəsindən sonra da bayramdır, Novruz bayramıdır. Və Novruz bayramında əsasən torpaqdan bitən paxlavadır, şorğuğaldır, şirniyyatdır. Əsasən Novruz bayramında 7 türlü yeməklər masanın üstündə olmalıdır. 7 tür. Yedilevin dediğimiz bu Ailə mu? ən böyük də axır 7 cürə yeməklər stolda olmalıdır, bəzənməlidir və eyni ilə taxıldan əkilmiş səməni, yaşıl səməni olmalıdır. Semeni. Səmənin ətrafında, yəni yaşıllıq olmalıdır. Evet. Və eynilə ə, müsəlmanlarda adət-ənənədədir ki, Novruz bayramında hədik deyə bir yemək var. Mutlaka o olmalıdır. Hədik hansı ki, buğdadır, yəni buğda, taxıl buğdadır, qarğıdalıdır, lobyadır. Belə bir yeməklərin həmsinin birləşməsindən belə bir şey yəni belə bir yemək də mutlaka olmalıdır. Müsəlman din adətinə uyğun olaraq. Yəni hədik də nəyə görə olmalıdır? Ona görə olmalıdır ki, hədik bişirəncə 7 türlü orada bitkilər olur.
Orada qarğıdalısıdır, lobyasıdır, qozudur, cevizidir, buğdasıdır. Yəni 7 türlü yemək də həmin hədikdə var. Ona görə insanlar hədikdə bişirir, mütləqa masanın üzərinə qoyurlar ki, yəni bu il nasıl qarşılayarsan öyle də keçər. Evet, evet. Çok teşekkür ediyorum. Böylece Gence'den sizinle beraber canlı yayın yapmış olduk. Şimdi dışarıda yapmış olduğumuz etkinlikleri de biz beraber göreceğiz. Bu programa katıldığınız için size teşekkür ediyorum. Sizin mahiyetinizdeki diğer arkadaşlarımıza da çok teşekkür ediyorum. Emekleri geçen bütün oradaki Türk kardeşlerimizin şimdiden bayramı kutlu olsun diyorum. Sağ olasınız. Bütün müsəlmanların bayramı kutlu olsun. Çok sağ Müsəlman olun. xalqına. Çok sağ olun. Ben sizə Görüşmek üzere. təşəkkür ederim. Sağ olun. Görüşmək Evet, Navruz Bayramı ve öncesi. Türk dünyasında gerçekten çok müthiş etkinliklerle kutlanan bir gelenek. Türk dünyasının hemen hemen her köşesinde bugün o etkinlikler kutlanıyor. Biz şimdi sizleri Gence'de Nizami Gencevi'nin anıtının olduğu yere gidiyoruz. Oradaki canlı görüntüleri beraberce izleyeceğiz şimdi. Var olun. Orada Hər da bizə ayrı-ayrı təşkil. Amma tədbirə başlamamışdan öncə istərdim ki, 45 günlük müharibədə qanları ilə tarix yazan igid qəhrəman şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Güller güller mübarek ay mübarek. Qabağa çox getməyin, ay Yusif. Biraz belə dara durun, dara durun. Gəldin. Ay Yusif, taxtanın arasına qoy gəl. Qoyara gəl. Hə, qoy. Həkama çalıyor. Aköz kösa gelsene. Aköz kösa gelsene. Salam versene. Yanaşaq, dara durun, dara durun. Aynur, bəlkə. Gel doldursana. Dara dur, qoy dursun. Keçeni yola salsana. Aynur. Keçeni yola salsana. Keçer keçer. Dara durun, dara durun. Kaçan gaz geçer. Sen gör. Hə, dəymədən yanaşaq, qoy Gaz yanaşaq. geçer. Bəli, qoy, Koyunu bir şapkalı it koydu. Geçer bir koyun eyler, uzunu koyun eyler. Yıkar bayram konuşası, koşanın koyun eyler. Bayramınız mübarek, süfreleriniz bol olsun. Kolay gəlsin. İncimeden sözümden
Thank you.